Nəticəni mən də belə gözləmirdim. Deməli bunun üçün bizə lazım olan ərzaqlar ətdir, soğandır, bibərdir, kartof, pomidor, limondur. Bir dənə yaxşı əfqan qazanın. Adi buğlama nə eləyirsə eyni qaydada içini hər yerini doldurursunuz. Aynı atdan soğanı qoymağı yaddan çıxartmayın. Soğan, ət, üstünə təzən soğan, bibər, ət, kartofları hamısını atırsınız belə qat-qat. Hər qata az duz səbsəz də olar, ən sonda səbsəniz də olar, problem deyil. Ən axırda pomidorları üstündən limon 2 dənə qoysanız bəsdir, 3 dənə qoymayın, biraz acı dadı gəlir. Ədviyyatını əlavə edib ağzını yaxşıca bağlayırsınız. Burada diqqətli olun, bu qazanı çox yaxşı bağlamaq lazımdır. Mütləq yoxlatmağa verin ki, yoxlasınlar. Közün üstünə qoyuş belə bişir harasa 1 saat 20 dəqiqə, 25 dəqiqə tam bəs edir. Bunun götürməzdən belə havasını çıxarma yaddan çıxartmayın. Çox belə təzyiqlə bişir, ehtiyatlı olmanızı tövsiyə edirəm. Belə bir möhtəşəm mənzərə alınır. Burada 1 qram əlavə su yoxdur. Ətin hamısının öz suyudur. Belə sümükləri dartırsız gəlir. Heç incitməyə ehtiyac yoxdur. Təndir çörəyini yeyəndə çox ləzzətli olur. Ət dağılıb gedir, ləzzətli olur. Hazırlamağı yaddan çıxartmayın. Hamınıza nuş olsun. Özü kimi dadı da gözəl olan bir tortun hazırlanmasını reseptini verirəm mən sizə. İlk öncə bunu krem hazırlamaq lazımdır. Lazım olan ərzaqların hamısını aşağı tək-tək qeyd edəcəm. Kremi bir gün əvvəlcədən hazırlamağınızı tövsiyə edirəm. 2 bərabər hissəyə bölüb ağ və qara şokoladı qatıb qoyun soyuducuda qalsın. Növbəti gün bunun üzərinə krem qatıb blenderdən keçirəcəksiniz. Krepin hazırlanması üçün lazım olanları aşağıda detallı qeyd edəcəm. Mənim göstərdiyim ardıcılıqla eləsəz çox daha rahat alınacaq. Bunu miks eləsəz daha yaxşı olar. Kreplər bişəndən sonra kənarlarını kəsməyi yaddan çıxartmayın. İlk öncə qara ilə sonra ağlarla belə zolaqlara keçirirsiniz. Üzərinə ikinci qatı qoyanda krem olan yerləri yox, fətilləri bir-birinə birləşdirməyə çalışırsınız. Ən sonda qalan kremlə də hər tərəfini belə buluyursunuz. Kənarlarına da üzülmüş badamdan istifadə edirsiniz. Başqa bir qoz fındıq da istifadə edə bilərsiniz. Səbriniz çatsa bir gün gözlədin. Hazırlayacaq olanlara nuş olsun. Ballı kofe içmədən günə başlayan insanlar olduğunu eşidəndə çox təəccüblənmişdim. Ona görə dərhal bir dənə resepti paylaşım. Lazım olan ləvazimatların, ərzaqların hamısını aşağıda qeyd edəcəm. Ora baxıb hazırlayarsınız. Bəs sən kofeyi necə xoşlayırsan? Zaqatal haqqında indiyə qədər izləyicilərə gələn suallara cavablar verməyə çalışıram. Ən çox verilən sual əlbəttə ki, görməli yerlər olur. Tövsiyə ediyimiz Zaqatala meydan, Qalıcı pilləkənləri, Zaqatala qalası, Heydərli parkı, Kilsə, yuxarı çaraqlarda Pəri qaladır, Hoplekdir, Qəbizlərə kəndidir, Car kəndidir. Təbiətinə görə gözəl olan yerləri buranı tövsiyə edirəm. Restoranlarda da əgər siz şəkil çəkdirməyi, şəkildə gözəl düşməyi xoşdurursa, Taurus ideal yerdir şəkil baxımından. Amma mən ora mətbəxini, yeməklərin dadını bəyənmirəm. Oteldə də 4-5 dəfə dostlarım qalıb, bəyənməyiblər, hər dəfə narazı qalıblar. Yanında evim oteli var, restoran da yaxşıdır, otel də yaxşıdır, yeməklər də ləzzətlidir. Bizdə rayonda demək olar kebabları çox da yaxşı vermirlər, amma rayonda ən dadlı kebab verilən yer Şam kafesidir. Carda yerləşən daşlıq restorandır. Mən orada da dadlı kebab yemişəm. Üzbözdə ləzzət restoranı var, ağac üstünə besetkaları var. Qəbizlərə kəndinin girişindən solda ay işığıdır, palmadır, restoran var, adını unutmuşam. Onların hamısını demək olar ki, xəmirin xərərlərini çox ideal verirlər. Balıq da yemək istəsəz, Qanat yolunun üstündədir. Bütün mən bildiyim restoranlar meşəlikdir. Dəmir yolu keçdim. Farel təsərrüfatı var orada. Yəni fındıqlığın girişində sağda solda 2 dənə pavilyon var. Bizdə Gürcü mətbəxində ən yaxşılar Ayxan restoranıdır. Bir də Talançında Durmagəl var. Gürcü xəngəlini çox ləzzətli verirlər. Bunlar sühürlü üçün sırf Suvagili tövsiyə edirəm. Rayonda mənə görə bu xəngəlini ləzzətli hazırlayan heç bir restoran yoxdur. Heç kimə tövsiyə edirəm ki, gedib restoranda yesinlər. Zaqatal haqqında başqa suallarınız varsa, rəylərdə qeyd edin, cavablandıracağam. Axır vaxtlar tez-tez qabağıma çıxan pomidor yumurta hazırlamağı yoxladım mən. Digərindən fərqli olaraq burada qatdığımız şeyləri hamısını demək olar ki, birlikdə bişiririk. Pomidor hətta qabıqlı salırıq. Sonra bunu vilkayla əzəndən sonra üzərinə adi qaydada yumurta əlavə edib sadəcə qarışdırırsınız. Amma mənə şəxsi fikrimi soruşsanız, ata-baba pomidor yumurta bundan 1000 dəfə daha yaxşıdır. Bəs sizcə hansı daha yaxşıdır? Ata-baba yoxsa pendir qatılmış yeni növ? Axtarıb tapdım səni, sən də mi sevdin yar məni? Günah aldır görmür gözüm, şadlığımdan dünyanı. Günah aldır görmür gözüm, şadlığımdan dünyanı. Gəl, gəl maralım, gəl, gəl, gəl ceyranım. Bol kimi bir dənə tortun reseptini verirəm mən sizə. Belə reseptlər üçün izləməyi yaddan çıxartmayın. Balı biraz əridəndən sonra üzərinə soda atıb qarışdırırıq, sonra üzərinə kərək əlavə edirik.
Yumurtalar üstüne bir tutam duz, üstüne de şeker tozu əlavə edib yaxşı ağır bağlayıb çırpırıq bunu. Sonra həmən ki birinci qarışma əlavə edib üzərinə un da əlavə edib yaxşı da bunu qarışdırıb tək bir dənə rəng olana kimi. Çox qalın sərmirsiniz bura, yarım santim olsa bəs eləyir. Belə hər tərəf çıtası kimi. Kremin hazırlamaq üçün süddür, yumurtadır, kraxmaldır, undur. Bunların hamısını üstünə açıqlamada yazacağım. Vanildə əlavə edib. Hamısı bişəndən sonra yağ əlavə edirsiniz, sonra pesok əlavə edib təzədən qarışdırırsınız. Ən sonunda molokon əlavə edirsiniz. Çox ləzzətli bir dənə krem alınır bu. Sonra belə biskviti götürürsünüz, onun kənarlarını özünüz birinci hansı formada hazırlayacaqsınızsa o formada kəsirsiniz, kənarlarını saxlayıb üyüdün, sonra ən üstə biz istifadə edəcəyik ona. Biskvitləri belə qatlarını bol krem yaxırsınız, sonra üzərinə bu unutlarını əlavə edirsiniz, hər yerini çatacaq şəkildə. Bunu mütləq ən azı 1 saat ya da 2 saat gözlətməlisiniz. Ondan sonra çox ləzzətli, ideal bir tort alınır. Hazırlayacaq olanlara nuş olsun. Qışa hazırlıq məhz bu yerdən başlayır. Leçonu hazırlanmalarından birinci soğanı yarım halqa şəklində doğrayırıq. Mankofları belə göstərdiyim formada. Sonra biberləri də belə ayrı-ayrı doğrayıb içini tərtəmiz eləməyə çalışın. Toxumlar içində qalmasın. Bunları böyle çox da xırdalmaya ehtiyac yoxdur. Biraz iri qala bilər. Pomidorun üzərinə belə plus atıb biraz üzerinə qaynar su tökün. 15-20 dəqiqə gözlədəndən sonra qabıq çox rahat şəkildə soyulacaqdır. Bunun üçün belə sev eləməyin dəyər. Pomidor içində olan ağ yerləri, bərk yerlərini hamısını kəsib çıxarmaya çalışın. Ortadan 4 yerə bölün, sonra da nazik uzun doğrayın. Sarımsağı da doğrayıb kənarda saxlayın. 2 stəkan yağ əlavə edib soğanı bişirməyə başlayırıq. Soğan tam bişməmiş, üzərinə markof əlavə edib birlikdə bişirlər. Markof yumuşalandan sonra pomidor əlavə edib qarışdırıb üzərinə istiotu, sarımsağı, lavrovlisi, yəni dəfnə yarpağını əlavə edib bişirib. Bişəndən sonra üstünə şəkər tozu və duz əlavə edirik. Bunlar da biraz bişəndən sonra üzərinə gördüyünüz biberləri əlavə edib bişməyə qoyuruq. Bu kıvama çatanda artıq götürə bilərik. Harca 20-25 dəqiqə bişir biberlərlə birlikdə. Qabları ağzına doldurub qapaqlarını bərk ağzını bağlayın. 5-10 gün soyucuda saxlayandan sonra çöldə istədiyiniz yerdə keçirə bilərsiniz ki, ağzını möhkəm bağlanmanı nəzarət edin. Çox ləzzətli olur. Qışda bunu beləcə salat kimi də verə bilərsiniz. Üzərinə yumurta sındırıb elə də yeyə bilərsiniz. Və ya kənarda oxuyan uşaqlar varsa onları da göndərə bilərsiniz. Nuş olsun. Bəyəndin? Gel tadına bak. Al. Krevetka attı bayağı yediğin krevetkadı. Ha, ye. Amor. Alacaq. İndi. Yok, arkası. Beğendin?